Bəzən bir insanın yaşadığı faciə təkcə onun ağrısı olmur. Bütöv cəmiyyətin vicdanında dərin iz buraxır. Gədəbəydə baş vermiş hadisə də məhz belədir. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Gədəbəydə baş vermiş həmən qan donduran hadisənin 74 yaşlı qadına qarşı törədilmiş zorakılıq və quldurluq cinayətinin təfərrüatı ilə bağlı birgə məlumat yayıb. Rəsmi açıqlamaya görə mayın 24-də Gədəbəy rayonunun Kəlaman kəndində 74 yaşlı qadın zorakılığa və quldurluğa məruz qalıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən qadın mayın 30-da vəfat edib. Faktla bağlı Gədəbəy rayon prokurorluğunda cinayət işi başlanılıb və araşdırmalara dərhal start verilib. İstintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Nizaməddin Bayramov saxlanılıb. O, vəkilin iştirakı ilə ifadə verərkən törətdiyi əməli etiraf edib. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.